Maliyyə Nazirliyinin İstintaq Xidməti Baş Prokurorluqla razılaşdırılmış əməliyyat nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulması faktı üzrə 5 nəfər Rusiya vətəndaşını saxlayıb. Qurumdan verilən məlumata görə istintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən biri Gürcüstan Milli Bankının icazəsi olmadan virtual aktiv kripto xidmətləri göstərən qanunsuz ofis fəaliyyətini təşkil edib. Həmçinin qondarma kuryer xidməti vasitəsilə 100 milyonlarla lari həcmində nəzarətsiz beynəlxalq əməliyyatlar həyata keçirilib. Araşdırmalar zamanı o da müəyyən olunub ki, Rusiya vətəndaşları külli miqdarda xarici valyutanı sərhəd nəzarətindən gizli şəkildə ölkəyə gətirərək virtual aktivlər alıb və bu yolla qeyri-qanuni gəlirlərə qanuni görünüş verməyə cəhd ediblər. Tbilisidə aparılan axtarışlar nəticəsində istintaq orqanları 371 min ABŞ dolları, müxtəlif sənədlər, kompüter avadanlıqları, eləcə də Rusiya nömrə nişanlı avtomobillərdən ümumilikdə 721 min dollar məbləğində vəsait aşkarlayıblar. Faktla bağlı istintaq davam etdirilir. Saxlanılan şəxsləri 9 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.